Salam hörmətli izləyicilər. Bugün sizinlə 19 oktyabr 2025-ci ildə 5-ci Zəfər Olimpiyadasına düşmüş riyaziyyat müəllimlər üçün təşkil olunmuş riyaziyyat suallarının 3 dənəsinin həllinə baxacağıq. Vaxt itirmədən suallara keçək. Birinci sual. Rauf mağazaya gedib 10 dollarlıq əşyanı 10% endirimlə, 15 dollarlıq əşyanı 15% endirimlə və 25 dollarlıq əşyanı 25% endirimlə alıb. Raufun mağazaya səfərində aldığı ümumi faiz endirimini tapın. Keçək məsələnin həllinə. 10 dollarlıq əşyanı 10% endirimlə alıbsa, biz 10 dollardan onun 10%-ni çıxmalıyıq. 10 çıxılsın onun 10%. Onun 10%-i 1 dollar edər. Üstə gəlinsin 15 dollardan 15-in 15%-ni çıxarıq. 15-in 15%-i 2,25 dollar edər. Üstə gəlinsin 25 dollardan da 25-in 25%-ni çıxarıq. O da 6,25 dollar edər. Bu da bərabərdir. 10, 15, 25-i biz toplasaq, yəni ilk endirimsiz qiymətləri 10, 15, 25-i toplasaq 50 dollar edər. Endirimləri toplasaq isə 1-i 2,25-i və 6,25-i toplasaq 9,5 dollar edər. Biz buradan görürük ki, Rauf 3 əşyaya 9,5 dollar endirimlə alıb. Onda Raufun ümumi endirimi faizi 9,5 bölünsün 50 vurulsun 100. 2 ədədin faiz nisbəti qaydası ilə tapılır. Bərabərdir. 9,5 vurulsun 2, 150-yə böləndə 2 qalır. Bu da 19% endirim olur. Keçəyin ikinci suala. 2025 ədədi 2 eyni olan sıfırdan fərqli cüt rəqəmdən, bir sıfır rəqəmindən və bir tək rəqəmdən ibarətdir. Bu xüsusiyyətə malik olan 4 rəqəmli müsbət tam ədədlərin sayını tapın. Düşünürəm ki, məsələn şərtində burada 2025 yazılmamalı idi. Əslində yazılmalı, belə yazılmalı idi ki, ədəd 2 eyni olan sıfırdan fərqli cüt rəqəmdən, bir sıfır rəqəmindən və bir tək rəqəmdən ibarətdir. Yəni orada 2025 düşünürəm ki, artıq yazılıb. Bu xüsusiyyətə malik olan 4 rəqəmli müsbət tam ədədlərin sayını tap. Bəlkə də o 2025 məsələnin ən sonunda verilməli idi ki, məsələn, belə ədədlərdən biri 2025-dir. Bu ola bilər. Amma məsələn, o şərtinə qarışıb, biraz saçdırıcılıq yaradır. Həlli. Sıfırdan fərqli cüt rəqəmlər 2, 4, 6, 8, tək rəqəmlər 1, 3, 5, 7, 9 və 0. Deməli, biz bu rəqəmlərdən istifadə etməklə 4 rəqəmli ədədlər düzəltməliyik ki, cüt rəqəmin hər biri 2 dəfə iştirak eləsin, məsələn, 2-lər 2 dəfə iştirak eləsin, yaxud 4-lər 2 dəfə iştirak eləsin, yaxud 6-lar 2 dəfə iştirak eləsin, yaxud 8-lər 2 dəfə iştirak eləsin. Tək rəqəmlər 1 dəfə iştirak eləsin, hərəsi 1 dəfə iştirak eləsin, sıfırda 1 dənə olsun. Məsələn, belə ədədlərdən biri 2201-dir. 2201-dir. İndi burada cüt rəqəmlər 4 cür seçilə bilərdi. Yəni 2-lərin yerində 4 da ola bilərdi, 6 da ola bilərdi, 8 də. Yəni cüt rəqəmlərdə 2, 2, 4, 4, 6, 6, 8. Cüt rəqəmlərin seçimi 4 formada olacaq. 4 vurulsun. Həmçinin tək rəqəmlərin seçimi isə 5 formada olacaqdır. Yəni sonuncu birin yerində 1 də ola bilərdi, 3 də ola bilərdi, 5 də ola bilərdi, 7 də ola bilərdi. Bu da 5. Bəs bunu nəyə vuracağıq? Bunu da vuracağıq 2201-in bütün yerdəşmələrinin sayına. Nə üçün? Məsələn, dediyim kimi də 2201-in bütün yerdəşmələrinin sayı 2203-ün də bütün yerdəşmələrin sayı ilə eynidir. Yaxud da ki, 4401-in də yerdəşmələrin sayı 2201-in yerdəşmələrin sayı ilə eynidir. 2201-in yerdəşmələrin sayını tapırıq. Bunu vururuq. O cüt rəqəmlərin seçimi 4 cürdür. 4-ə vururuq. Və bir də tək rəqəmlərin də seçimi 5 cürdür, 5-ə vururuq. 2201-in yerdəşmələrin sayı təkrarı permütasiya ilə tapılır. 4 dənə cəmi ədəd var, ona görə sürətə yazırıq 4 faktorial. 2-lərin sayı 2 dənədir, 2 faktorial vurulsun. 0-ın sayı 1 dənədir, 1 faktorial. 1-in də sayı 1 dənədir, 1 faktorial. Bu dedər 24 bölünsün 2 bərabərdir 2-yə. 12-yə, üzr istəyirəm. 12-yə. İndi bilirik ki, ilk rəqəm 0 ola bilməz. 0 ola bilməz. Deməli, qabaqda 0 olsa, sonuncu biz, yəni 0-la başlayan biz bu
4 rəqəmli ədədlərin sayını tapmaqdan ötürü o sıfırdan sonra gələn 3 dənə ədədin yerdəyişmələrinin sayını tapmalıyıq. Yəni 221-in yerdəyişmələrinin sayını tapmalıyıq. Yəni sıfırla başlayan bu tipli 0, 2, 2, 1 bu tipli ədədlərin yerdəyişmələrinin sayını tapmaq üçün, amma sıfırla başlayan. Sonuncu o 3 rəqəmin yerdəyişmələrinin sayını tapmaq kifayət edir. O da edər 3 faktorial bölünsün. O da təkrarı permütasiyasıdır. 2-lərin sayı 2 dənədir, 1-in sayı 1 dənədir. Bu da bizə verər 6 bölünsün 2 bərabərdir 3-ə. Onda 2201 ədədinin sıfırla başlamayan bütün yerdəyişmələrinin sayı, sıfırla başlamayan bütün yerdəyişmələrinin sayı 9 dənədir. Biz 9-u vurmalıyıq 4-ə. Niyə görə 4-ə vurmalıyıq? Dediyim kimi cüt rəqəmlərin seçimi 4 formada ola bilər. 2-lərin yerində 4-lər, 6-lar, 8-lər də ola bilərdi. Tək rəqəmlərin də seçimi 5 formada ola bilərdi. 1, 3, 5, 7, 9. Beləliklə 4 vur 9, 36. 36-nı da 5-ə vursaq 180 edər. Cavab 180-dir. Yəni bu xüsusiyyətə malik olan 4 rəqəmli müsbət tam ədədlərin sayı 180-dir. Sonuncu suala baxaq. Elə ən böyük n tam ədədini tapın ki, n kvadratı plus 2025 ədədi tam kvadrat olsun. Keçəyim məsələnin həllinə. Tam kvadrat olması üçün bu bərabər olmalıdır müəyyən bir tam ədədin kvadratına. Yəni m daxildir z tam ədədin kvadratına. Onda n kvadratını m kvadratının yanına keçirsək, olar m kvadratı minus n kvadratı bərabərdir 2025. Vurğuları ayırsaq m minus n vurulsun m plus n bərabərdir. Biz 2025-in vurğularından 2 vurğu nasıl şəklində yazmalıyıq. Təbii ki, bu da 2025-in natural bölənlərindən ikisi olmalıdır. Deməli, ona görə onda necə yazarıq? 2025-in natural bölənlərindən məsələn bir neçəsini yazaq. 1-ə böləndə 2025 ilə 2025 qalar. 3-ə bölsəm 675 qalar, məsələn. 5-ə bölsəm 405 qalar və s. Deməli, yazmaq olar, məsələn, 1 vurulsun 2025 kimi. 1 vurulsun 2025 kimi. M minus n-i bərabər edərik 1-ə. M plus n-i bərabər edərik 2025-ə. Bu tənliklər sistemi alt-alta çıxsaq, yəni altdakı tənlikdən yuxarıdakı tənliyi çıxsaq, 2n, yəni m-lər gedər. 2n bərabərdir 2024. Buradan da m bərabərdir 1012 alınar. Bəs digər ədədləri yoxlasaq orada necə olar? Məsələn, m minus n, m plus n bərabərdir 3 vurulsun, tutaq ki, 675 yazanda nə olardı? 3 vurulsun 675 yazsaydıq. M minus n bərabərdir 3, m plus n bərabərdir 675. Burada çıxdıqda isə aşağıdakından yuxarıdakini çıxsaq, qalardı 672. Orada 2-yə böləndə m bərabərdir 336. Gördüyünüz kimi digər 2025-i digər 2 vurğun hasılı şəklində yazanda aldığımız ədədlər 1012-dən daha kiçik olur. Yəni 5 vur 405 də yazsaq, orada da alt-alta çıxsaq 2n bərabər 400 alınardı, n 200 edərdi. Yəni n-in ən böyük qiyməti 1012 edər. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.